Salam əziz müştərilər, 15 Pro cəhət diaqnostikiyə bilmirik niyə belə eləyir. Bateriyası 0%-də qalır. Zaryadkanı da 1% göstərir. İndi görək, açıq görək nə var, nə yox. Gördüyünüz kimi içəridə çip var. Ümumiyyətlə, çipi bateriyaya taxmaqda əsas məqsəd telefonun pil faizini qaldırmaqdır və müştəriyə rahat satmaqdır. Bəzən də bateriyanı dəyişirlər, hətta çip taxırlar ki, bildiriş verməsin. Nəyə ziyandır? Bəzən bateriya telefona yanıb sönmə verə bilir çip. Bəzən şişirdir bateriyanı, bəzən isə belə gördüyünüz kimi belə problemlərlə qarşılaşa bilirsiniz. 0%-də qalır, zaryadka 1%-də qalır, qalxmır. Telefonda sönüb yanma başlayır. Ona görə çalışın ki, telefonları yoxladın alın və çipdən qaçın. Gördüyünüz kimi 91 pil və 970 devir sayını göstərdi. Zaryadkası da hal-hazırda 79%.